Qurban Pirimov Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının direktoru təyin edilib. Bu barədə Mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Mədəniyyət Nazirliyi faktı təsdiqləyib. Qeyd edək ki, kinostudiyanın direktorunun vəzifələrini Azər Quliyev icra edirdi. Xatırladaq ki, Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib. O, Azərbaycanın tanınmış tarzəni Qurban Pirimovun nəvəsidir. Əməkdar artist Sevinç Sarıyeva həyatında olan xüsusi günləri heç vaxt qeyd etmir. O, bu barədə dəvət aldığı qonaqcanlı verilişində bildirib. Sənətçi qeyd edib ki, atası illər əvvəl 1-ci Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşüb. Bu da onun ad günü ərəfəsinə təsadüf edib. Bu səbəbdən heç vaxt özəl günləri qeyd etmir. Mən özəl günləri qeyd etmirəm. Atam bu ayda əsir düşmüşdü. Elə mənim ad günü ərəfəm də əsir düşdü. Mənim bütün arzularım atamla bağlı olub. Onun əsir düşəndə 60 yaşı var idi. 1 il 3 aydan sonra atamı əsirlikdən qaytardılar, lakin elə bir canlı cəsədini qaytardılar. Çox işgəncələrə məruz qalmışdı.